Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Dözümlü olmağa çalışacağıq. Qurban Qurbanov Qarabağ Ə-in baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Atletik Ə-ə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Qafqazinfo xəbər verir ki, təcrübəli mütəxəssis bugün İspaniyaya səfərə yollanarkən jurnalistlərə açıqlama verib. Üstünlük bəlkə də rəqib tərəfdədir. Çünki həm öz meydanlarında oynayırlar, həm də bu oyuna çox ciddi şəkildə hazırlaşacaqlar. Çünki hələlik xalları yoxdur. Amma hər halda biz yenə də çalışacağıq ki, sona qədər bu komandaya qarşı maksimum dözümlü olaq. Ümumiyyətlə, onların son oyunlarına baxmışam. Oyunun dinamikası çox yüksək olur və onlar çox sürətlə hücumlara çıxırlar. Bəlkə də topu rəqibin cərimə meydançasına ən tez çatdıran komandalarından biridir. Bu, həm bizim, həm də rəqib üçün vacib oyundur. Çalışacağıq ki, ən yaxşısının ən doğrusunu edək və yaxşı nəticə ilə qayıdaq.